Doğru. Futbol oyunu neçə hissədən ibarətdir? 2 hissədən ibarətdir. 45 dəqiqə, 45 dəqiqə. Hissələr arası fasilə 15 dəqiqə. Hissələr 15 dəqiqə. Oyun necə başlanılır? Oyun püşkatma ilə başlanılır. Püşkatma ilə. Püşkü qazanan komanda Topa sahib olur. meydanı seçə bilməz. Seçə bilir, bəli, Ha. meydanı da seçir. Ya başlanğıcı seçir, ya da meydanı. Bəli. Amma həmişə futbolda görmüşük ki, ya ev sahibi solda olar, sonra sağda, O qonaq komanda sağda. xeyr, bu püşkatma ilə müəyyən olunur. Ya Doğru. başlanğıcı seçir, ya da meydanı. Ha. Deməli, mərkəzdən başlanılan zaman birbaşa rəqib qapısına vurulan qol qeydə alınır. Gol sayılır. Bəli. Top mərkəzdən başlanılan zaman hərəkətli olmalıdır, hərəkətsiz. Mərkəzdən başlanılan zaman hərəkətsiz olmalıdır. Hərəkətsiz olmalıdır. Rəqib nə qədər məsafə saxlamalıdır? 9 metr 15 sm. 9 metr 15 sm. Mərkəz dairənin radiusu nə qədərdir? 18 metr 30 sm. O diametridir. Radiusu. 9 metr 15 sm. 9 metr 15 sm. Mərkəzdən birbaşa öz qapısına gol daxil olarsa, Gol qeydə alınmır, küncdən zərbə. rəqib gəlir küncdən zərbə yerinə yetirir. Küncdən zərbə zamanı rəqib nə qədər məsafə saxlayır? Küncdən zərbə zamanı da yenə 9 metr 15 sm. Küncdən birbaşa rəqib qapısına vurulan qol qeydə alınır, Gol yoxsa sayılır. qol qeydə? Bəli, Öz sayılır. qapısına vurulan qol qeydə alınır, yoxsa alınmır? Rəqib komandanın indi küncündən öz qapısına qol vurmaq biraz qəlizdir, amma tutaq ki, getdi, qol sayılmır. Yox. Bəs oyun necə davam edəcək? Qapı yox, yan xəttdən başlanılırdı. Yox. Küncdən. Bəli, rəqib gəlib küncdən zərbə yerinə yetirir. Onlar da küncdən. Mərkəzdən oyuna başlayan oyunçu topu vurdu, oyun başladı. Heç kim toxunmadan yenidən əllə toxunarsa oyun necə davam edər? Sərbəst atışla. Sərbəst Əllə toxunarsa. cərmə zərbəsi ilə. Cərmə zərbəsi ilə. Bəs heç kim toxunmadan ayaqla toxunarsa? Onda sərbəst atış. Sərbəst atışla cərmə atışının nə fərqi var? Sərbəst zərbə ilə cərmə zərbəsi. Sərbəst zərbə ilə cərmə zərbəsinin. Misal üçün, sərbəst zərbəni birbaşa qapıya vurmaq olmaz, ancaq deyək ki, pas ötürməlidir. Amma cərbə zərbəsində istəsə pas ötürə bilər, istəsə qapıya vura bilər. Birbaşa vurulan qol qeydə alınır. Bəli. Top son olaraq müdafiə olunan komandanın oyunçularına dəyib, qapı xəttini yerlə hava ilə keçərsə və qol olmazsa, oyun necə davam edir? Rəqib komandaya dəyib keçib. Bəli, müdafiəçiyə dəyib keçir. Onda rəqib komanda korner başlayacaq. Küncdən zərbə, bəli. Küncdən zərbə yerinə yetirir. Bəs hücum edən komanda topu vurdu, heç kimə dəymədən qapı xəttini yerlə hava ilə keçdi, qol olmadı. Out başlayacaq. Qapıçı out, qapıçı başlayacaq oyuna. Qapıçı, bəli, qapıdan zərbə ilə oyuna başlayacaq. Doğru. Top son olaraq müdafiə olunan komandanın oyunçularına dəyib, yandan hava ilə yerlə çıxarsa oyun necə davam edər? Rəqib komandanın oyunçularına dəyib, yenə yan xətt çıxıbsa qapı tərəfdən. Onda da yenə künc zərbəsi. Yox, qapı xəttindən yox, yan xəttdən. Yan xəttdən çıxıbsa, rəqib komanda yan xəttdən başlayacaq. Yan xəttdən başlayan zaman rəqib nə qədər məsafə saxlayır? Minimum 2 metr. Minimum 2 metr. Yandan başlayan zaman ayaqların vəziyyəti necə olur? Ya xəttin üstündə olmalıdır, ya da xəttdən arxadır. Ya xəttin üzərində olmalıdır. 2 ayaqda, yoxsa 1 ayaqda? İstər 2 ayaq. Ya 1 ayaqda olar. Yox, 1 ayaq. Mütləq. Ya 2 ayaqda xəttin üzərində olmalıdır, ya da 2 ayaq xəttdən arxasında. Yandan birbaşa rəqib qapısına vurulan qol qeydə alınır, yoxsa alınmır? Yox, qeydə alınmır. Bəs oyun necə davam edəcək? Sərbəst atışla. Yox. Onu testdə yazılmamışdı. Rəqib qapıdan zərbə ilə başlayacaq. Yan xəttdən başlayanda birbaşa rəqib qapısına. Ümumiyyətlə yan xəttdən birbaşa qol qeydə alınmır. Ya öz qapısına, ya da rəqib qapısına. Rəqib qapısına girərsə qol qeydə alınmır. Rəqib qapıdan zərbə ilə başlayır.
öz qapısına birbaşa girərsə, yenə qol qeydə alınmır. Rəqib gəlir, çüşdən zərbə yerinə yetirir. Yaxşı. Yandan birbaşa başladıq. Topu atdım öz cərimə meydançama. Heç kim toxunmadan getdim özüm əllə toxundum. Oyun necə davam edəcək? Əllə toxunanda cərimə zərbəsi. Əllə toxunanda cərimə zərbəsi. Cərimə zərbəsi hardan yerinə yetiriləcək? Həmin yerdə. Cərimə meydançasında olub. Harda əlini O alıb. cərimə meydançasında olub. Onda 11 metrlik cərimə zərbəsi olur. Bəli, 11 metrlik penaltıdan vurulacaq. Cərimə meydançasında əllə toxunulubsa 11 metrlik penaltı. Yaxşı. Heç kimə toxunmadı. Topu yandan daxil edən zaman topu atdım öz qapı istiqamətimə. Heç kim toxunmadan qapıçı özü əli ilə toxundu topa. Oyun necə davam edəcək? Yox, əli ilə toxuna bilməz. Onda sərbəst atış Bəli, olmalıdır. həmən yerdən sərbəst atış. Doğru. Top qapıdan birbaşa rəqib qapısına, yəni qapıdan zərbə ilə birbaşa rəqib qapısına vurulan qol qeydə alınır yoxsa alınmır? Hələ qeydə alınır. Cərimə zərbəsindən yerinə yetirən zaman birbaşa rəqib qapısına vurulan qol qeydə alınır yoxsa alınmır? Bəli. Bəs Bəli. öz qapısına vurulan qol qeydə alınır yoxsa alınmır? Yox, öz qapısına vurulubsa qeydə alınmır. Küncdən zərbə ilə başlayırlar. Doğru. Bütün standart vəziyyətlərdən birbaşa öz qapısına vurulan qol qeydə alınmır. Gəlir küncdən zərbə yerinə yetirilir. Bəs hansı standart vəziyyətlərdədir ki, rəqib qapısına vurulan qol qeydə alınmır? Offside olanda. Offside, yəni sərbəst zərbədən, bəli. Sərbəst zərbədən birbaşa qol qeydə alınmır. Aha. Sonra bir sərbəst zərbə bildiyim. Offside. O birlər Yandan yox. alınır. Yox. O da yandan. Yan xəttdən də vurulanda alınmır. Bəs Qeydə alınmır. mübahisəli topdan sonra? Mübahisəli topda. Mübahisəli topdan sonra vurulan qol qeydə alınır. Yox, mübahisəli topu atdı, hakim atdı sizə. Siz birbaşa rəqib qapısına qol vura bilərsiniz? Yox. Vura Pas bilməz. ötürməliyəm. Bəli, mütləq pas ötürməlisiniz. Mübahisəli topda rəqib nə qədər məsafə saxlayır? O da 9 metr idi də, səhv Yox. eləmirəmsə. 3 dənə Az fərqli idi. məsafə var. 3 dənə fərqli. 2 metr 2 metr. yandı. Aha. Aha. Sonra nədir? Aşağı 2 metr idi. O idi 9 metr. Yan xəttdən başlayanda Yox, da yan xətti 2 dediniz. Yan xətt deyirəm, künc zərbəsi. Künc zərbəsindən Belə 9 deyək də, metr üzr istəyirəm. Baxın, mərkəzdəndir. mübahisəli topda 4 metrdir. Yadınızda saxlayın. Mübahisəli bir top 4 metrdir. Yandan başlama 2 metrdir. Qalan bütün nüanslar 9,115 metrdir. Aydındır? Bəli. Ha, gözəl. Yaxşı. Cərimə zərbəsini vuran zaman, cərimə zərbəsini oyunçu vurdu. Heç kim toxunmadan oyunçu yenidən əllə toxunarsa, oyun necə davam edir? Rəqib komanda cərimə zərbəsi vurur həmin yerdə. Bəs ayaqla toxunsaydı? Onda sərbəst atış. Sərbəst atış. Doğru. Yaxşı, sərbəst atışdan birbaşa rəqib qapısına Oyunçular qapıçını çıxaq, o bir oyunçuların əllə toxunuşunda həmişə cərimə zərbəsi. Doğrudur. Bəs cərimə meydançasında əllə toxunuş olarsa, 11 metrlik penalti. kontaktsız vəziyyətdə rəqibin qarşısına əngəllənərsə, oyun necə davam edər? Kontaktsız yəni necə? Kontaktsız rəqibin qarşısını əngəlləyirik. Oyunun hücumunu əngəlləyirik. Onda da cərimə zərbəsi Yox, təyin onda olunur. kontaktsız sərbəst zərbədir. Kontakt varsa, itələmə, vurma, yıxıtma, balalaq gəlmə, bunlarda cərimə zərbəsi. Bildim. Aha, bu da doğru. Neçə künc bayrağı var? 4. Yox, əstəğfurullah 6. 6 bayraq var. O köhnə qaydalara əsasən 6-dır. Mərkəzdən də 2 bayraq olurdu. Neçə künc bayraq dedikdə 4 bayraq var. Künc bayrağının hündürlüyü 1 metr 50 santim. iti şiş ola bilər. Yəni başı Xeyr. iti ola bilər. Xeyr. Xeyr. Hündürlüyü nə qədərdir? 1 metr 50 santim. 1 metr 50 santim. Doğru. Künc qövsünün radiusu nə qədərdir? 1 metr. Meydançanın beynəlxalq yarışlarda ölçüsü nə qədərdir?
Beynəlxalq yarışlarda deməli 64 metr, 75 metr Eni, aha, enidir. Uzunluğu da 100-ün 110-a. doğru. Bəs topun çəkisi çevrəsi nə qədərdir? Topun çevrəsi 68-70, çəkisi də 410-un 450-yə. Klassik idman oyunudur yoxsa qeyri-klassik? Klassik. Olimpiya oyunlarına nə zaman daxil edilib? Olimpiya oyunlarına Kişilər nə zaman ilk e, dəfə iştirak edib? Olimpiya oyunlarına 1900 Hı -hı. yox, o yadımdan çıxıb. 1908-ci ildə. 1908-ci il. Bu kişilər qatılıb. Bəs qadınlar? Qadınlar tarixlər yadımda saxlayıram. 1996-da qadınlar. FIFA nə zaman yaranıb? 1998-ci ildə, qadınlar da 1996-cı ildə. Ha. 1908 kişilər, 1996 qadınlar. FIFA nə zaman yaranıb? Futbol Federasiyası Nasional Siyasətinin 1904-cü il. 1904-cü il. Doğru. Yaxşı. Qalibə məğluba verilən xal. Qalibə deməli 3 xal, məğluba 0, heç-heçəyə 1 xal. Əgər oyun bərabər qalarsa, qalibin mütləq müəyyən olunmalıdırsa, oyun necə davam edəcək? 2 dəfə 15 dəqiqəlik oyun oynanılacaq Yəni da. 2x15. Yəni 2 dəfə demişdin. Bilmirəm ki, indi deyək ki, bu 90 dəqiqəlik oyun qurtardı. Aha. Neçə dəqiqədən sonra əlavə oyun başlanır? Ora istirahət verilmir. Elə həmin dəqiqədə 2-3 Aha. dəqiqə falan Aha. elə Su fasiləsi də olur. Yəni tez meydanda yerlər dəyişilir. Meydanda yerlər dəyişilmir. Necə başlayır? şatma ilə. Aha, püşkatma ilə. Püşkatma ilə, doğru. 4 dəfə, yəni penaltilərdə saysaq 4 dəfə şatma Maksimum 4 dəfə püşkatma olur. Bəli, yenə də 15 dəqiqəlikdə bu 2x15 dəqiqəlikdə, yəni ümumi 30 dəqiqəlikdə bərabər olarsa, oyun necə davam edəcək? 2 dənə 15 dəqiqənin də ortasında 1 dəqiqəlik fasilə verilirdi. O da su Aha, fasiləsi. su fasiləsi deyək ona. Yaxşı. Bəs bu 30 dəqiqə bitdikdən sonra oyun bərabər qalarsa, oyun necə davam edəcək? Onda hər komanda 5 dəfə penalti zərbəsi yerinə yetirir. Amma başlanğıcda püşkatma olur. Biri kim zərbəni vuracaqdır, biri də hansı qapıya vuracaqdır. Əla, Onu gözəl. seçir. Doğru. Onda nəsində də bərabər olsa 1-1 artırılır. Ta Əla. ki biri səhv eləyənə qədər. Hə, biri yəni qalib üstünlüyü olana qədər. Yaxşı. Bəli. Oyunçu dəyişikliyi. Oyunçu dəyişikliyi deməli 5 dəfə dəyişiklik eləmək haqqı vardır. Deyək ki, oyunçu zədələnərsə, yəni %100 bu adam dəyişilməlidirsə, əlavə bir dənəsini də verirlər. Elə deməyək. 5 oyunçu dəyişikliyi var. Neçə dəfəyə? 3 dəfəyə. 3 dəfəyə. İstisna bir oyunçu dəyişikliyi var. O nə zaman? Məsəl üçün, o nətəri 5 əsas hissədə 5 oyunçu dəyişikliyi limiti doldurmusansa, bu zaman istisna bir oyunçu dəyişikliyi var. O da qolu qırılsa yox ha. Yəni istəyir qolu qırılsın, istəyir beli qırılsın, nə olur, istəyir zədələnsin. O zaman dəyişilmir. Yalnız başından travma alarsa, huşunu itirərsə, yalnız istisna o zaman oyunçu dəyişikliyi edilir, bir oyunçu dəyişikliyi. Yaxşı. Əlavə hissə oynanılarsa, əlavə hissə üçün oyunçu dəyişikliyi verilir. 1 dəfə. Bir dəfə. Əsas hissədə oyunçuda etmədiyimiz oyunçu dəyişikliyi əlavə hissədə edə bilərik. Xeyr. Edə bilərik. Hə, edə bilərik. Edə bilərik. Yaxşı, time-outun vaxtı? Time-out olur futbolda. Yox, olmur. Time-out yoxdur. Aha. Gözəl. Deməli, oyunda neçə kart var? 2 kart. Sarı, qırmızı. Sarı xəbərdarlıqdır. İkinci sarı kart da alan zaman amma oyundan xaric edilir də, həm də həmin vaxtda qırmızı Ardınca kart. qırmızı kart göstərilir, oyundan xaric edilir. Qırmızı Ha. kart alarsa yenə də oyundan xaric edilir. Bir vaxtda qırmızı kart da alarsa, oyundan xaric edilir. Onda belə deyək, oyunçu maksimum neçə kart ala bilər? 3, Bəs minimum neçə kart ala bilər? 1. 1. Nə zaman VAR sisteminə müraciət edilir?
VAR sisteminə deməli oyunçu ofsayta düşəndə qolun qeydə alınmamasına görə Ofsayt düşəndə yox. Qolun qeydə alınıb alınmamasına görə 1. ofsayta düşmür. Ofsayta onsuz da VAR baxır, özü deyir hakimə. Bəli. VAR-a getmir hakim. Aha. Ofsayt nə idi? Qolun olub olmaması 1. Sonra Aha. Sonra 11 metrlik olub cərimə olmaması, zərbəsi bəli, penalın olub olmaması 2. Sonra Sonra bu bilər yadımda deyil. birbaşa qırmızı vərəqə verilərsə, Birbaşa qırmızı vərəq. bir də yanlış oyunçuya xəbərdarlıq edilərsə, yanlış oyunçu cəza alarsa, bu zamanda VAR-a müraciət edilir. Bu 4 Dörd. halda. Doğru. Yaxşı. Oyun nə zaman mərkəzdən başlanılır? O testdə düşmüşdü. Mən onu belə baxıram düz yazmışam, amma bir də deyim sizə. Deməli, testdə yazılıb ki, həm birinci hissənin sonu, həm də ikinci hissənin Eyni əvvəli. anlayış verir da. Eyni anlayış verir. Yəni birinci hissə bitdi, ikinci hissənin başlanğıcı artıq. Misal üçün A-da, biri də C-dədir. Y variantında da var ki, misal üçün A, C. Mən deyək ki, A-yı yazmışam, deyək ikinci hissənin sonu. Amma orada səhv götürülüb ki, Aha, birinci altı ilə hissənin götürə bilərik. ikinci hissənin əvvəli, birinci hissənin sonu. Hı. Başqa nə Axı zaman? birinci hissənin sonunda yer dəyişmə olmur. İkinci hissənin başlanğıcında olur da. Birinci hissədə gedirlər, gələndə yer İslamda. dəyişmə olur. Bəli, gələndən Ona görə sonra. ikinci hissənin əvvəlində Aha. yazmışdım. Belə baxanda düzgün düşürsünüz. Belə dəqiqliyə baxanda. Orada sadəcə olaraq çaşdırıcı olaraq nüans verilib. Belə də ikisi də eyni anlayışı verir. Yaxşı, başqa nə zaman başlanıla bilər? Qol vurulanda Qolu vuran komanda bu gəlib başlayır, yoxsa buraxan komanda? komanda. Qolu buraxan komanda. Başqa nə zaman? Başqa yoxdur axı, deməli Oyun əlavə, hissələrin bəs oyun əlavə hissəyə gedərsə? bir də əlavə hissələrin başı. Əlavə hissələrin başlanğıcı. Elə bir deyək ki, birinci hissənin sonu, ikinci hissənin əlavəsi. Başlanğıcı. Doğru. Yəni əlavə hissələr başlanılanda birinci başlanğıc, birinci hissənin başlanğıcı, ikinci hissənin başlanğıcı. Yaxşı, bir sual da verim. Komandalar nə zaman meydanda yerlərini dəyişir? Deməli, yerlərin dəyişməyidir. Birinci hissənin sonu, ikinci hissənin başlanğıcı. Yaxşı. Əlavə hissədə də yenə həminki qayda. Əlavə hissədə də bəli, birinci hissənin sonu, ikinci hissənin başlanğıcı. Birinci hissəni mən başlamışam. İkinci hissəni kim başlayacaq? Mən. İkinci hissəni siz başlayırsınız. Gözəl. Yaxşı, siz mənə deyin. Oyundan kənar vəziyyət nə zaman olur? Oyundan kənar vəziyyət oyunçu hər hansı bir xətaya yol verərsə, Oyundan kənar vəziyyət offside. offside. Deməli, Offside. top deyək ki, məndədir. Mənim ayağımdan çıxan vaxtı mənim komanda yoldaşım rəqib komandanın oyunçularından qabaqdadırsa. Yəni qapıçı ilə ötürüləcək oyunçu, yəni topu ötürülən oyunçunun arasında heç bir oyunçu olmazsa offside olur. Bəs hansı Belə bir şey deyim də, bir oyunçuya aiddir, yoxsa iki oyunçuya da? Çünki bəzən olur ki, məsəl üçün pası ötürürlər, qabaqda iki oyunçu vardı deyə offside düşmür. o necədir? O nüans. Hələ gəlir qapının ağzında da öz komanda yoldaşını pas ötürür, o vurur. Artıq həmən oyunçunu, məsəl üçün sonuncu oyunçuları keçiblərsə, artıq burdan mən də keçmişəm, siz də. Məsəl üçün müdafiəçilərin hamısını keçmişik, qapıçının üzbüyüz qalmışıq. Bu zaman siz mənə ötürüb, o pası ötürüb, yəni mən qol vura bilərəm. Aha. Yaxşı, hansı standart vəziyyətlərdə offside olmur? Offside-in olmaması Hansı standart vəziyyətlərdə? oyunçulardan arxadadırsa. Yox. Hansı standart vəziyyətlər? Məsəl üçün yandan başlayanda offside ola bilər? Yandan başlayanda bəli ola bilər. Ola bilməz. Baxın, yadınızda saxlayın. Birbaşa standart vəziyyətlərdə yandan başlayan zaman, düşdən başlayan zaman, bir də yan, künc, bir də qapıdan zərbə zamanı offside olmur. Axı mən belə
Çox baxıram futbola, yandan başlayanda düşürdü axı Olmur. elə. Yandan başlayan zaman ofsayta düşə bilməz. Onda yəqin səhv görmüşəm. Pas ötürəndə yəqin deyək ki, mən Hə, ötürmüşəm sizi. Siz bəli, bundan başqasını sonra başqasını ötürəcəksiniz. ötürərsə o Hə. ofsayd ola bilər. Hə, yaxşı. Amma ilk vuruşda yəni Bəli, offside mən yox. atıram elə sizə məsəl üçün siz düşdünüz, ofsaytda olmaz.